Gününüz aydın olsun millət. Bu gördüyünüz məkan təndirxana, ağaclar, gözəl məkan və o vaxtın qaydası ilə gildən, samandan düzəlmiş kənd qaydası ilə ev, məkan daima məxsusdur. Burada gördüyünüz ağaclarda, meyvə, tərəvəzdə olmayan bir şey yoxdur. Yəni hamısında da daimin haqqı var və daim bu məkanda gözəl evlad böyüdüb, 3 nəvə böyüdüb, gözəl ailə sahibi olub, gözəl ailə başçısı, gözəl həyat yoldaşı, gözəl dayı olub, gözəl ata olub, gözəl baba olub. Və biz də onunla fəxr edirik ki, belə bir dayımız olub. Bundan da kənddə də hamıda Musa dayımı, yəni adı kimi də, Peyğəmbərin adı olduğu kimi də, yəni Peyğəmbər kimi adam olub. Yəni hamıya gülər üzlə, xoş xasiyyətli bir insan olub. Və bu da mənim bayramda son görüntülü danışığım olub. Yəni çox sevinirəm ki, heç olmasa bu xatirə kimi məndə qalıb bu görüntülü danışıq. Və bir neçə videoları da sizə paylaşacağam. Əgər maraqlı olsa baxarsınız. Daim yəni bizim ağsaqqalımız idi. Onu o xərçəng xəstəliyi, yəni zalım fələk əlimizdən aldı. Və bu da bunun son məkanı. Bu da onun oğlu Tural və son məkanı. Allah cəm ölənlərə rəhmət eləsin, qalanların yəni canını sağ eləsin. Və bu da daimdən 1-2 epizod və nəvəsinin babası haqqında videosu. Gözüm dədəm, yüksək dədəm, canım dədəm, ürəyim dədəm, alnım dədəm, səni sevirəm dünyada canım dədəm, gözüm dədəm, yüksək dədəm, canım dədəm, canım dədəm, gözüm dədəm, yüksək dədəm, canım dədəm. Ломить зашумит, то как путник запоздалый к нам в окошко засучит. Наша, orada bir şey hoşuma geldi şiirde. Bir наша ветхая лошушка, и печально темна, что ж ты, моя старушка, перемолок у окна. Или бурем замывай, ты мой друг учемлена, или дремлешь под жжанием своего ветерана.